Stress saç tökülməsinə necə təsir göstərir? Bugün bu haqda danışacağıq. Bəzən stress bitəndən 2-3 ay sonra saç tökülməsi başlaya bilir. Orqanizmi, sinir və humoral sistem tənzimləyir və ona görə də psixik sferamızda baş verən dəyişikliklər orqanizmə təsir göstərir. Stress saç tökülməsinə necə təsir göstərir? Bugün bu haqda danışacağıq. Eşitmisiniz ki, stressdən sonra saçlarım töküldü. Bəs bu hadisənin necə baş verdiyini anlamaq istəyirsinizmi? Təsəvvür edin. Bədəndə iki səs vardır. Biri saç follikullarının səsidir, digəri isə stress hormonlarının. Saç follikulunun ehtiyacı böyümək, təmir olunmaq üçün zaman və enerjinin istifadəsidir. Stress dövründə isə stress hormonu adlandırdığımız kortizol orqanizmə mesaj buraxır. İndi təhlükə var. Bütün bədənini enerjiyə, müdafiəyə yönəlt və bu anda orqanizmimiz öz prioritetlərini dəyişir. Çünki bədən üçün həyatda qalmaq gözəl görünməkdən daha vacibdir. Kortizol yüksəkdirsə, saç böyümə fazasını qısalır və saç follikulları istirahət fazasına keçir və tədricən tökülmə artmağa başlayır. Bu prosesin adı tilagen effuviumdur. Maraqlı faktodur ki, bəzən stress bitəndən 2-3 ay sonra saç tökülməsi başlaya bilir. Yəni bədən gecikmiş reaksiya verir. Çünki follikul dövrü belə işləyir. Yəni məsələ saçda deyil, məsələ minerallarda da deyil. Kortizolun enerji potensialını dəyişməsindədir. Ona görə də həm orqanizmimizin əsas ehtiyaclarını ödəyərək, həm də stressin idarə olunmasını öyrənərək orqanizmimizə daha faydalı ola bilərik. Və ona görə də stressi idarə etməyə çalışın və bu videonu saç tökülməsindən şikayət edən dostlarınıza göndərməyi və səhifəmizə abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın.